uscire
Hər birinizi xoş gördük. İnşallah bir 5-10 dəqiqəyə müsabiqə artıq bitib. Biz təsadüf üsulla seçəcəyik qalibimizi. Biraz səbirli olun, 5-10 dəqiqə artıq müsabiqəyə başlayacağıq. Daha doğrusu monitorun şanslı sahibini təyin edəcək proqram. Bəli, səs kəsmişdilər. Deyirlər, sənin səsin normal səs deyil, ona görə bağlamışdılar. Hər vaxtınız xeyirli olsun. Yeni qoşulanlar da hər biriniz xoş gəlmişsiniz. Bəli, eşitəm. Instagramda canlıda səs gəlmir. Hal-hazırda gəlir. Yəni, hal-hazırda gəlir. Hazırda biz gəlir. Səsi bağlamışdılar. Hə, bağlamışlar. Kesəl bağlamışdı. Kesəl var ya bu. Bu kesəl. Proqram seçəcək, bəli. Proqram seçəcək. Hər birinizi uğurlar. Bilməyənlər üçün məlumat da verək. Instagram səhifəmizdə Ramazan bayramına özəl belə bir giveaway keçirdik. Gözəl qardaşımız Tariyel Ağazadənə. Necəs dostlar, başlayırıq birazdan. 5 dəqiqə səbirli olun. Mən Kesəl Süleyman Vilqar bir yerdə bir video çəkmişdik və Tariyel Ağazadənin səhifəsinə və eyni vaxtda iComp'un Instagram səhifəsinə takip atmaq lazım idi. 2 dostunuzu tağ eləmək lazım idi. Çox sadə bir şərtlərimiz var idi. Həmən dostlar da səhifəni takip etməlidirlər. Və bu günlərim artıq o gün gəlib çatdı. Əslində 30 olacaqdı. Bazar günə düşdüyü üçün biz işləmirdik. Bu səbəbdən giveaway'in, müsabiqənin qalibini bu günlərim elan eləməli olduq. Birinci gün. Qalib canlı deyiləcək. Bəli, təbii ki, canlı deyiləcək. İnşallah ki, burada dəvət eləyəcək. Yaxınlaşacaq mağazamıza. Burada çəkilişini eləyəcək, inşallah da paylaşacaq. Bu ışıqlar nə üçün? Adam gözlərini kör eləyir. Həm də keçən insanın başına ışıq düşəndə yəqin ki, parıldayır. Parıldayır belə ışıq düşəndə mənim başıma. Amma sənə düşəndə parıldamır. Bu bizim mega mozqumuzdur, tanış olun. Abbas oldu səndə familiya, yoxsa Abbaszadə? Bəs dur, etmələmə yine. Uğur Abbaszadə. Bütün iComp'un tarixində yığılmış, sökülmüş, baxılmış, verilmiş, hazırlanmış, baxılmış bütün kompüterlərin hamısına. Hamısı uğurludur. Qalib 18 yaşından aşağı olsa, belə ağır suallar verməyin də. Qalib fərqi yoxdur. Yəni, spirtli içki satmırıq, tütün məlumat satmırıq da, monitordur. Qalib əgər 18 yaşından aşağıdırsa, 18 yaşından aşağı belə bir sual verirlər. Deyirlər, əgər minus 18 isə, hədiyyət də özdə gələ bilər, kimləsə gələ bilər, bəli. Vacib olan şərtləri düzgün yerinə yetirsinlər. Şərtlər real profil olsun, bəli, real profil olmalıdır. Yəni, qalib o profillərin arasından və şərtləri düzgün yerinə yetirən müraciətlərin arasından seçiləcək. Rayondan qazanan olarsa, bəs heç nə də qazanan insan bir gün vaxt ayırır, gəlir şeyə, nə deyirlər ona, Bakıya, dükanımıza və əldə edir hədiyyəsini. Çünki rayona ümumiyyətlə bizdə belə xüsusi olaraq çatdırılma birbaşa yoxdur. Çünki həmən yolu biz izləyə bilmirik. Bu səbəbdən əgər qalib bizim Azərbaycanın hansı bir bölgəsində olarsa, özü yaxınlaşma olacaq bizim mağazamızda. Yəni, gezi tezi vaxt məhdudiyyəti qoymuruq, ürəyinə vasitə yaxınlaşa bilər. Bəli. Bir 3-5 dəqiqəyə maksimum hal-hazırda işlər gedir. Elə proqramı tənzimləyirlər, filtr eləyirlər ki, hər şey şəffaf şəkildə random üsulundan seçilsin qalibimiz. Bəs kimlə gəlib götürə bilmə onun əvəzinə? Yox, yəni həmən şəxs telefonunda Instagram profili yaxınlaşır bizim mağazamıza. Özü şəxsən gəlməlidir.
İndi hələ görək kim udacaq, kim qalib gələcək. Qardaş elə suallar verir ki, elə bir ki, şey deyib, qarant eləmirsən, deyirsən ürəyimə dağıb kimi ilə sən qalib gələcəksən. Kimə qalib gələcəksə, indidən xeyirli uğurlu olsun. Biz həmişə demişik, indi deyirik ki, vacib olan da yox, arzu edərdik ki, daha doğrusu ehtiyacı olan şəxsə qismət olsun. Məsələn, elə bir şəxsə qismət ola bilər ki, 3-4 dam evdə monitor ehtiyac edirlər. Monitor demək, gaming monitordur, bu hər şey dəstəkləyir. DisplayPort da var. Gördüyünüz bu monitordur. Baxın, bu 24 inclik, 144 Hz'lik gaming monitordur, curved. Ekran əyri. Və eyni vaxtda bu monitor transformerdir. Hündürlüyünü, bucağını və s. dəyişmək olar. Bu monitordur, yəni sahidə 100 manatlıq, 150 manatlıq bir şey deyil. Yarışa necə qatılmaq olar? Yarış, müsabiqə artıq bitib. Yarışa qatılmağınız üçün vaxtında iPhone Instagram səhifəsinə takip atmalıydınız, yeniliklərdən xəbəriniz olmalıydı. Biz 40 gündür bunun reklamını, videosunu çəkirik, paylaşırıq. Bu yaxınlarda yenə də paylaşdıq. Niço, əgər bu dəfə qatıla bilməmişsinizsə, indi elə takip atın. iComp'un Instagram səhifəsi və mənim özüm yürütdüyümdə TikTok səhifəsində də istifadə edənlər takip ata bilərlər. Orada da qabaqcadan deyim, may ayının 10-u Gaming Freslo oynayırıq. Mayın 10-u müsabiqə bitəcək və canlı yayında Gaming Freslo'nu tərtib edəcək. Bugünlük bizim hədiyyəmiz iComp'un Instagram səhifəsindən budur. Qazanan adı hələ bəlli deyil, çünki hələ də şey olmayıb. Qazanmayıb. Çünki müsabiqə hələ birazdan filtr olunacaq. Müsabiqənin şərtlərini yerinə yetirmiş müştərilərin arasından bir nəfəri seçəcək. Hələ bəlli deyil. Yəni kim udub monitoru, onun adını açıqlamamışıq. Zav, bunu tut da mən Bunun ekranı var. çatları şey edeyim. iPhone ekranı bundan çekiyor.
Dostlar, xoş gördük. Hər birinizi. Yaxşı. Səsimiz qarışmır, yaxşıdır hər şey. Səmət Tomusu bir dənə yazın. Səsimiz yaxşıdır dostlar, hər şey qaydasındadır. Bizə bir feedback verin. Aha, səs yaxşıdır. Dostlar, hal-hazırda iComp mağazasındayam və biz qalibləri elan edirik. İlqar buradadır. İlqarla birlikdə iComp və mənim səhifəm izləyicilərinə gaming monitor hədiyyə edirik. Gaming monitoru götürə bilərik. Bir dənə zəhmət olmasa. Dostlar, göstərim sizə. Baxın, buradadır. Gaming monitorumuz buradadır. Demək, 24-inç HD gaming monitorlar aslında çox populyar və müzeylər tamamlamaq modellərdən biridir. Çox keyifli bütün xüsusiyyətlər demişdik, 24 Hz-li, 24-inç QLED, yəni ki, əyri ekran. Görək bu günlərin bu monitorun qalibi kim olacaq. Şərtlərimiz çox sadədir. Siz bizim videonun altından demək ki, İki dostum tabi edildi. Siz və həmən iki dostum, sən məni və iComp səhifəsini izləməli. Mən salam, başqa bir şey yox oldu. Bəzi dostlarımız bunu paylaşdı, sağ olsunlar, amma heç ona da etdirmək istəyir. İndi isə gerilik qalibi seçimini gedərək var. Demək dostlar, qalibi necə seçirik? Yuxarıdakı ekranı görsün ya da aşağıdakı ekranı, indi kimdə necədirsə. Biz xüsusi proqram vasitəsilə seçirik bunu. Elə sizin gözünüzün qabağında bu proqramı necə deyirlər? iComp deyirəm. Nastroyt eləyəcək, yəni işə salacaq ki, ümumi proses necə gedir görəsiz. Adi Comment Picker'dir. commentpicker.com saytı görə bilirsiniz burada. Buradan öz səhifəmə daxil olmuşam. Həmən səhifədən istədiyimiz postu seçirik. Görürsünüz burada postumuz nədir? Bir saniyə. Ramazan bayramına özəl. Baxın. Bu bizim hədiyyə postumuzdur. Burada sadəcə olaraq comment reply-ları bağlayıram. Qalan heç bir, necə deyirlər, məhdudiyyətimiz yox idi. Və daha sonra nə edirik? Burada kommentlərimizi alır. Görün neçə kommentimiz comment reply-sız alınır. Daha sonra bu comment sayılarından hansı ki burada çıxacaq hal-hazırda buradan bir qalib seçəcəyik. Həmən qalibimiz real profil olmalıdır. Əlbəttə ki, taq elədiyi 2 nəfər də bizi izləməlidir. Çox sadədir. Maksud sám primida. Şu an yazın. Dostlar, hal-hazırda görürsünüz. Comment sayı hesablanır. Wow, Gelənlərin sayı az deyil. 1000 real kommentdir, hansı ki iştirakçılar verib. Həmin o 1000 komment arasında bir komment seçəcəyik, bir qalibi seçəcəyik. Hansı ki bu monitorumuzu əldə edəcəklər bu günləri. Amma hər iki profilə taq olmaq şərti ilə. Bəli. 2 profili taq edirsiniz dostlar. Bax burada görürsünüz düymə var. Zəhmət olmasa bu tərəfi göstər. Aha, burada görürsünüz düymə var. Startı basacağam. Startı basandan sonra həmin o qalibi seçəcək, qalib kommenti. Həmin qalib kommentin taq elədiyi 2 nəfər də həm iComp, həm mənim səhifəmi izləməlidir. Taq eləyən şəxs də izləməlidir. Əgər bu şərtləri real bir səhifə, yəni real şəxs adından olan akkaunt Neçə nəfər yoxlayacaq? Necə? Neçə nəfər yoxlayacaq? Neçə nəfəri? Hə. Yəni 3 nəfər, 5 nəfər, peki sabaha qaldı. Baxacaq. Peki tapılmadı. Ola bilər. Yəni bu günlərin minimum 5 nəfər yoxlayaq. Yoxlayaq. Bəlkə elə ilkdən oldu, yəni əgər qaydalar. Hadi ümumiyyətlə də 1 saat burada oturub adam axtarır. Bəli. 5 dənəsini bu gün sınayaq, olmasa sabah davam eləyərik və ya axşam. Dostlar, baxırıq ilk qalibimizə. Diqqətiniz ekranda olsun. Kimdir o bəxtəvər insan? Demək, getdi. Demək, Toğru 20. Dostlar, birbaşa akkaunta basıram. Görürsünüz, burada elə funksiya var ki, birbaşa akkaunta basıram və həmin akkaunta gedir. Zəhmət olmasa göstər. Baxın, real şəkillərdir, real akkauntdur. Bu yaxşı bir, necə deyirlər, əlamətdir, ilk şeydir. Məni izləyir. Baxın, follow back var burada. Məni izləyir. Zəhmət olmasa baxın, görün. Bu profil iComp-u izləyirmi? Bilmirəm. Burada elə baxırıq.
Toğru altdan xət L 20 İzləyir. izləyir. Gəlin onu taq elədiyi dostlara baxaq. Dostlar, bir-bir onu taq elədiyi dostlara baxırıq. Baxın. Taq elədiyi xanım 52 32. Aha. Command C eləyirik. Atırıq hara, yenə də axtarışa. Nə zəhmət olmasa bu axtarış və digər prosesləri çəkək. Bəli, baxın burada axtarışa atırıq. Command V eləyib baxırıq. Xanım 52 32. Məni izləyir. Və real profildir uşaq. Bizi də izləyir. Siz də izləyirsiniz. Super. Hə, gözlə Və baxın. deyəsən birinci dəfədən qalibini seçəcək. Follow back. Hə, Bəli, mən də izləyir. Və üçüncü Revan 11, Revanim 11. Bunu da kopyalayırıq dostlar. Eyni buradan axtarış yerindən vururuq. Budur Revanim 11. Baxın. Hə, Revan. Səndə də. Məni follow eləyir. Sizə basın yoxlayın. Siz də follow eləyir. Dostlar, qalibimiz. Məhz Toğrul 20-dir. Təbrik eləyirik. İlk dəfədən. Demək ki, qaydalara riayət eləyiblər. İlk dəfədən Toğrul bəy, mən indi Toğrul bəyin profilini göndərəcəm. Toğrul bəy bizə yazsın. Hayırlı olsun. Bəli, xeyirli olsun. Gördüyünüz monitoru əldə eləyir. Təbrik eləyirik. Təbriklər. Dostlar, İnşallah yaxınlaşar bu adamda. İnşallah əlaqə saxlayacağıq, o da bizimlə əlaqə saxlasın. Mən burada çəkirik, biz bu videonu save edəcəyik. Videonu siz mənim və iComp'un profilində əsas görə biləcəksiniz, təkərə baxa biləcəksiniz, kim izləməyibsə, storydə paylaşacağıq. Və növbəti görüşlərə gələk, növbəti giveaway-lərə edək. Hal-hazırda nəsə aktiv giveaway var? Aktiv giveaway mənim səhifəmdə də var, TikTokda. Elə onu deyirəm, məlumat ver zəhmət onuza. İnşallah may ayının 10-unda iComp'un TikTok səhifəsində saat 5-də Gaming Crespo oynanılacaq. Bu barədə videomuz var və TikTok'un iComp'un TikTok səhifəsinə daxil olun. Həmən şərtlərdir. 2 dostunuzu taq edirsiniz, səhifəmizə takib atır və salam. Ayın 10-unda, may ayının 10-unda artıq Crespo'nu da sahibinə çatdıracaq. Bu günlərin Toğrula ürəkdən belə deyək, təbriklər deyirik. Hər şey göz qabağında oldu. Yəni heç kim düşünməsin ki, burada bu şəxs kimizi tanışıdır. Bundan qabaq da iComp'un Instagram səhifəsindən notebook biz giveaway eləmişdik. O da tam təsadüf üstündən bizim bölgədən olan bir müştərimizi gəldi, əldə etdi. Bu da Toğrulun oldu. Sizin ola bilərdi. Hal-hazırda 4 dənə cihaz burada işləyir. Bəli. Xeyirli uğurlu olsun bir daha və mayın 10-da da sizi TikTok səhifəmizdə gözləyirik. Orada Crespo oluşumuz olacaq. Ayın 10-na qədər deyilirsə, keçib sizin qaydaları riayət edib qoşula bilər. TikTok səhifəsində kim istifadə edirsə TikTokdan, TikToka daxil olsun. 2 nəfər dostunu taq eləsin. Onlar da bizim səhifəni takip eləsinlər və salam. Super dostlar, görüşərik, sağ olun. Xeyirli olsun Toğrul bəy. Xeyirli olsun.